İranda da bu yeni dünya yaranacaq və güman edirəm ki, bu istiqamətdə bizim edə biləcəklərimiz daha böyükdür. Türkiyənin edə biləcəkləri böyükdür, Azərbaycanın edə biləcəkləri böyükdür. Trump'ın bir konsepsiyası var. Siz azadlığınızı istəyin, biz sizin yanınızdayıq. Siz hansı seçim edirsiniz, biz sizin yanınızdayıq. Bugün buradan səslənirəm. Güney Azərbaycan hansı seçim edəcək, Azərbaycan onun yanında olacaq. Türkiyə onun yanında olacaq. Bugün Türkiyənin və Azərbaycanı səsləndirə biləcəyi tezislər bunlar. Biz kimsəyə hansı yolu gedin deyə göstərmirik. Biz deyirik, nəyi seçəcəksinizsə, biz sizin yanınızdayıq. Və biz bu yola hörmət edirik və bu yolu qəbul edirik. Belə olan təqdirdə artıq çevrə dövlətlərdə, güc mərkəzlərdə, İranda baş verən prosesləri izləyənlər və bu proseslər içərisində öz mövqelərini və mənafələrini qorumaq istəyənlər birmənalı olaraq Azərbaycanın və Türkiyənin bu istiqamətdə verdiyi bəyanatı göz ardına almayacaqlar. Deyəcəklər ki, bu ölkələrin də istədikləri bir şey var və güvəndikləri bir şey var. Onda artıq orada da tələblər səslənəcək. Və hansı tələblər qoyulacaq, necə qoyulacaq? Masanın bir tərəfində mütləq və mütləq Azərbaycan olmalıdır. Biz buna bugün çalışmalıyıq. Biz demirik ki, bugün İran parçalandı, İran bölündü, 7 yerə, 5 yerə, 3 yerə payımızı götürək və s. Yox, yenə deyirəm. Bu təkcə daxildəki güclərin, o cümlədən də Azərbaycanın və ya Türkiyənin verə biləcəyi mesajlardan və göstərə biləcəyi gücdən asılı məsələ deyil. Burada iri güclərin də kifayət qədər rolu var. Məsələn, 1944-45-ci ildə Güney Azərbaycan məsələsi çox ciddi məsələ kimi qalxdı və nəticəsi 45-ci ildə Güney Azərbaycanın ilk əvvəlcə federativ, sonra isə müstəqil dövlət kimi formalaşması. Amma 46-cı ildə nə baş verdi? Dünya gücləri bir qərar qəbul etdilər və Azərbaycanın azadlığına doğru boğdular. Hər kəs də sürgünə getdi, böyük bir qətliam da törədildi. O insanların da böyük əksəriyyəti sürgünə getdi. Dünyanın bugün fərqli şəkildə bölürlər və maraqlarını da hər kəs təmin etməyə çalışır. Biz buna çalışmalıyıq, biz bu istiqamətdə çalışmalıyıq ki, masanın tərəfində olaq və biz maraqlarımızı 46-cı ildəki kimi masada bizsiz, bizim rəyimiz olmadan, bizim mövqeyimiz nəzərə alınmadan bölməsinlər, parçalamasınlar. Yəni biz o masada varıq mı? Bax, Azərbaycanda hələ ki İranla bağlı rəsmi səviyyədə demək olar ki, sükut içində. Biz müzakirə edirik. Çünki Türkiyə sükut edir, çox təəssüflər olsun. Türkiyə həmişə sükut içində. Türkiyə təəssüflər olsun ki, sükut edir bu məsələdə. Əslində, sükut etməməli birinci tərəf Türkiyədir. Çünki Türkiyənin böyük Turana, Türkiyənin böyük Türk dövlətlərinə, Türkistana çıxaran ən böyük layihələrdən biri Güney Azərbaycanın azadlığı layihəsidir. Bu məsələdə Türkiyə susmamalıdır. Azərbaycan bu istiqamətdə Rusiya ilə çətin münasibətlər sistemindəyik bugün. Nə qədər qəbul etsək də, nə qədər desək də ki, yox, münasibətlər normallaşmağa doğru gedir. Yanlışdır, heç bir normallaşmağa doğru gedir. Nə etməliyik ki, İqbal bəy? Türkiyə ilə bu istiqamətdə danışıqlar gedir. Mən hesab edirəm ki, bu günlərdə Hakan Fidanla Ceyhun Bayramovun danışıqlar, dünən telefon danışıqları oldu. Və güman edirəm ki, bu məsələ müzakirə olunur. Bəli, orada deyildi ki, İran məsələsi, regional məsələlər müzakirə olunur. Bu məsələlər müzakirə olunur. Nə qərar veriləcək, necə veriləcək bu barədə demək olmaz, amma hər halda bunların bilgiləri də istər daxili bilgiləri, istər kəşfiyyat bilgiləri sizdən, bizdən daha çoxdur və o istiqamətdə bir milli qərar qəbul etməyə gücləri çatır. Mən hesab edirəm ki, cənab prezidentin də, Ərdoğanın da, cənab Ərdoğanın da ekstremal bir vəziyyətdə azacıq şans imkanları olsa, milli maraqlar naminə istənilən addım atacaqlar, buna inanıram. Və bu sarıdan biraz arxayınam. İndi niyə sükutdur? Sükutun da özünün səbəbləri var. Rusiya ilə bayaq dedik ki, münasibətlər sistemi. İranla da biz eyni münasibətlər sisteminə girsək, Amerika Birləşmiş Ştatlarının sağı solu bəlli deyil, nə olacaq, sabah hansı qərar verəcək. Avropa əslində İranın parçalanmasının ən qəti əleyhinə olan tərəflərdən biridir, bir region kimi. Və bütün bunların fonunda hər kəsi qarşımıza almaq və s. Və o cümlədən hələ Ermənistandan sülh müqaviləsi bağlanmamış bir vəziyyətdə bunları etmək. İsrailin isə bir Türkiyə ilə düşmənçiliyi və Türkiyə ilə qarşı durma səviyyəsində münasibətləri, Kürdistan projesinə az qala
açıq dəstək vermə cəhdləri nəticə etibarilə burada qeyri-səmimi bir mühit yaradıb və burada tək başına hərəkət etmək olduqca çətindir. Amma mütləq məsləhətləşmələr getməlidir, mütləq Güney Azərbaycana bağlı təşkilatlarla oturulmalıdır, özdə kimin hökumətə, kimin bir-birinə münasibətindən asılı olmayaraq hər kəsdən oturulmalıdır, məsləhətləşmələr aparılmalıdır, içəridə bəlli mesajlar verilməlidir. Bəlkə dövlətin nəzarətində deyil də bir kənardan bu proseslər olunmalıdır, amma mütləq və mütləq dövlətin də bundan bağlı bilgiləri olmalıdır.